64-cü və 65-ci suallara baxaq. Deyir, yayı əvvəlcə 2 sm, sonra isə daha 1 sm dartdılar. İkinci halda görülən işin birinci halda görülən işə nisbətini tapaq. Deməli, birinci halda, əvvəlcə A1-i tapaq. Biz bilirik ki, ümumiyyətlə A nədir? Mənfi delta Y potensialı bərabərdir. Bu da nə deməkdir? Mənfi Y potensial 2 çıxaq Y potensial 1-ə bərabərdir. Buradan da alırıq ki, Y potensial 1 çıxaq Y potensial 2. Aha, deməli, onda A1-i tapsaq, yazarıq Y potensial 1 çıxaq Y potensial 2 nəyə bərabərdir? Əvvəlcə 0 vəziyyətində idi bu. Biz onu nə etdik? 2 santim dartdıq. Deməli, 0 vəziyyətindədirsə, bunun uzanması 0-dırsa, deməli, potensial enerjisi də 0-a bərabərdir. 2 santim dartmışıqsa, deməli, kx kvadratı bölü 2-yə görə k vur 2-nin kvadratı bölü 2-yə bərabər olacaq. Buradan alarıq ki, deməli, mənfi 2k'ya bərabərdir. Aha, indi A2-ni tapaq. A2-ni tapanda yenə Y potensial 1-dən Y potensial 2-ni çıxacaq. Deməli, bu dəfə bu 2 santim dartılıb, sonra 1 santim daha dartılıb. Deməli, ümumi halda nə qədər dartılıb? 3 santim dartılıb. Onda yazırıq k vuraq 2-nin kvadratı bölə 2, çıxaq k vuraq 3-ün kvadratı bölə 2. Buradan da alırıq ki, 4, 2k çıxaq 4 onda 5k. Bu da bərabərdir mənfi 2 onda 5k'ya. A2-nin A1-ə nisbəti bərabərdir. Mənfi 2 onda 5k bölək mənfi 2k. Bu da bizə verir 1/25'i. A2-nin A1-ə nisbəti 1/25'ə bərabərdir. İndi hüküm müstəvidə sükunət halda eyni F qüvvəsinin təsirli hərəkətə başlayan cisimlər eyni yer dəyişmələri icra edir. Deməli, S1 və S2-miz bərabərdir, yəni S-ə bərabərdir. Sükunət halında hərəkətə başlayıbsa, deməli, başlayan sürətlər də 0-dır. Biz deməli, yaza bilərik ki, A bərabərdir delta Y kinetikə. A bərabərdir delta Y kinetikə. Bunu yazdıq. A bərabər delta Y kinetik. A-nın da F-ə bərabər olduğunu bilirik. Qüvvə ilə gedilən yolun A-sinə bərabərdir. Bizdən kinetik enerji 1-in delta Y kinetik 2-yə nisbətini istəyir. Deməli, birincinin qüvvəsi F, S-i eynidir dedik, S də qalsın. İkincinin qüvvəsi müəyyən bir bucaq altındadır. Biz bucaq altında olanda bilirik ki, onları proyeksiyaya ayırırıq. Deməli, bu tərəfə F kosinus alfa, digər tərəfə bucağa bitişik olmayan hissəsi F sinus alfadır. Deməli, F kosinus 60 dərəcəyə bərabərdir. Kosinus 60 dərəcədə 2-də 1-i verir. Yəni, F bölə 2-yə bərabərdir. Deməli, gətirib F bölə 2-ni burada yerinə yazsaq, S-lər getdi, F-lər getdi, nisbəti 2-yə bərabərdir deməli.